Göygöl rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Məşədiyev Arif Nazimoğlu öz peşəkarlığı, məsuliyyətli fəaliyyəti və vətəndaşlara nümunəvi münasibəti ilə seçilən rəhbər şəxslərdən biridir. O, üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməklə rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Arif Məşədiyev rəhbər kimi işində qanunçuluğa, ədalətli və şəffaflıq prinsiplərini əsas götürür. Onun rəhbərliyi dövründə yol hərəkəti qaydalarına nəzarət gücləndirilmiş, sürücülər və piyadalar arasında maarifləndirmə tədbirləri artırılmışdır. Bu da yol nəqliyyat hadisələrinin azalmasına, ictimai təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir göstərmişdir. Vətəndaşlarla ünsiyyətdə səbirli, mədəni və anlayışlı davranışı Arif Məşədiyevi cəmiyyət arasında hörmət qazanan bir polis rəhbərinə çevirib. O, hər bir müraciətə diqqətlə yanaşır, problemlərin operativ və qanun çərçivəsində həllinə çalışır. Bu yanaşma vətəndaş-polis münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda Arif Məşədiyev tabeliyində çalışan əməkdaşlara qarşı tələbkar olduğu qədər də qayğı keçirir. Kollektivdə sağlam iş mühiti yaratması, nizam intizamı və peşəkarlığı ön planda tutması Dövlət Yol Polisi bölməsinin fəaliyyətinin daha səmərəli olmasına şərait yaradır. Nəticə etibarilə Məşədiyev Arif Nazimoğlu dövlətə sədaqəti, xidmətə məsuliyyətli yanaşması və vətəndaş məmnuniyyətini əsas tutan fəaliyyət ilə əsl polis zabiti nümunəsidir. Belə kadrların fəaliyyəti ölkəmizdə hüquq mühafizəyə olan etimadı daha da gücləndirir. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Məşədiyev Arif Nazimoğluna təşəkkür edir. Gələcək işlərində uğur, müvəffəqiyyətlər, yeni nailiyyətlər arzu edirik.